mədə-bağırsaq xəstəlikləri o da bir xeyli dərəcədə bir bəladır. Çünki insanlarda həmi mədə-bağırsaqda yaranan problemlər digər yerlərdə. Sən nə yesən, əgər mədə-bağırsaqdan sorulur. Mədədə həzm başlayır, ağız boşluğundan başlayır daha doğrusu. Bütün sorulma prosesinin əsasında keçir yoğun bağırsaqda. Əgər orada problem varsa, normal sorulma, o yediyin boşuna gedir. Təbii ki, orqanizmdə nə olacaq? Vitamin çatışmamazlığı olacaq, element çatışmamazlığı olacaq. O da son nəticədə necə olacaq? Dərində göstərəcək, saçında göstərəcək, əsəbində göstərəcək, başında səs ola bilər, baş gicəllənmə ola bilər, elementlərin çatışmamazlığından. Yəni, bütün orqanizm vahid bir-birini tamamlayır. Sənin vitamin D-nin çatmırsa, təbii ki, tərləyəcəksən, təbii ki, əsəb olacaqsan, yuxun pozulacaq, həzmin pozulacaq, hər şey pozulacaq, bütün sistemin pozulacaq. Ona görə də yəni, orqanizmə vahid baxmaq lazımdır və vaxtında həkimə müraciət etmək lazımdır.